Herkese salam, değerli abituriyentlər. Bugün 6 mart 2022-ci il tarixində keçirilmiş buraxılış imtahanı suallarla tanış olacağıq. Birinci suala baxaq. Sinus 5x vur kosinus 3x minus kosinus 5x vurulsun sinus 3x bərabər 0,5 tənliyini həll edin. Uşaqlar, bu bilirsiniz ki, sinus alfa minus betadan düsturudur. Niyə görə? Çünki biz bunu belə açırdıq da. Sinus alfa, kosinus beta çıxılsın. Kosinus alfa, sinus beta. Burada da o şəkildə düzdür. İndi mən bunu yığsam, düstur olacaq sinus 5x minus 3x bərabər 0,5-də 2-də 1 kimi yaza bilərəm. 5x-in 3x çıxanda qalır 2x. Sinus 2x bərabər 2-də 1. Onda belə çıxır ki, 2x bərabərdir. Sinus 2-də 1 harda alır? Pi bölü 6-da, yəni 30 dərəcədə. Mənfi 1 üstü k. Pi bölünsün 6, üstə gəl pi k. Onda hər tərəf 2-yə bölsəz, alarsınız belə də. Mənfi 1 üstü k. Pi bölünsün. Hər tərəfi 2-yə bölürsünüz. Pi k bölünsün 2. Olacaq mənfi 1 üstü k. Pi bölü 12. Çünki 6-nın 2-yə vuranda 12-dir. Üstə gəl pi k bölü 2. Yəni yekun cavabımız budur. İndi keçək ikinci suala. İkinci sualda deməli nədir məsələ? Düzbucaqlının enini tapın. Bilirsiniz ki, düzbucaqlının perimetri düsturu P bərabərdir 2A plus B'dir. Yəni 44 bərabərdir 2. Uzunluq verilib, amma enini soruşur. İndi 44-ü 2-yə bölürəm 22. 22 bərabər 16 üstə gəl B. Bildiyimiz xətti tənlikdir. Məhsullar bir tərəfdə, məlumlar bir tərəfdə. 22-dən 16 çıxanda qalır 8. Deməli, B-də nə olmalıdır? 8 olmalıdır. Cavab 8-dir. Funksiyanın törəməsini tapın. İlk öncə bunu vurub açmaq lazımdır. 5x-i 5x-ə vuranda 25x kvadratı 40x minus 40x minus 64. 40x-lərə yaxşı yox. Biri müsbət, biri mənfi silah gedir. Qalır 25x kvadrat minus 64. Uşaqlar, bunun törəməsini də tapanda siz bilirsiniz ki, törəmə cədvəlindən x üstü n-in törəməsi nədir? N vurulsun x üstü n minus 1, düzdürmü? İndi 25x kvadratının törəməsi 2 düşür aşağı. Olur 2 vur 25, x üstü nə? 1. Niyə? 2-dən 1 çıxanda çünki 1 qalır. 64-də sabit ədəddir. Sabitin funksiyası 0 verəcək bizə. Çıxılsın 0. 2-ni 25-ə vuranda eləyir 50, yəni 50x. 0-da yazmaya ehtiyacı yoxdur. Cavab burada 50x olacaq. Dördüncü sual. Silindrin yan səthinin sahəsi 30 pi-dirsə, ox kəsiyinin sahəsini tap. Silindrin yan səthinin sahəsi S yan bərabərdir 2 pi r h-dır. Amma ox kəsiyinin sahəsi isə 2 RH-dır. RH. İndi yan səthi 30 pi-dirsə, burada h yox, pi yoxdur, düzdürmü? Bizim yəni ox kəsiyin düsturunda pi yoxdur. Ona görə hər tərəfi pi-yə bölürsünüz. Olur cavab 30. Bunun eynisi topluda var hətta. İlk səhifələrdə də özdə. Bucaq B və bucaq A 2-nin 3-ə nisbətindədir. Yazıram bucaq B-yə 2x. Bucaq A-ya 3x. BMC 150-dir. Yaxşı uşaqdır. Buna 150-dirsə, mən fikirləşirəm ki, bu daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabər olur. 150-nin yarısı nə edir? 75. Daha sonra fikirləşirəm ki, bu üç bucaqda söhbət gedir. Bura bir K desəm, ABK üç bucağında görürəm ki, 2 daxili bucağın cəmi 3-cü xarici bucağa bərabər. Düzdür, biz 3 bucaqlarda bunu keçmişdik. Yəni 3x-dən 2x-in cəmi, yazıram buradan, 3x üstə gəl 2x bərabərdir 3-cü xarici bucağa, yəni 75-ə. Onda belə çıxır ki, 5x bərabərdir 75-ə, onda x də bərabərdir 15-ə. X 15 tapandan sonra mənə A bucağını istəyir. A da 3x olduğuna görə 15-i də 3-ə vuranda edir neçə? 45. Cavab burada olacaq 45. Sonra növbəti sualımız. Silsilə ilə bağlı bir sualımızdır bu da. Deməli, bunu silək.
Aha. Bilirsiniz ki, həddəl silsilənin düsturunda n-ci həddi necə tapıldıq? Yəni, b-in bərabərdir. Bir saniyə. Aha. B-in bərabərdir. B1 vurulsun. Q üstü n-1. Düsturumuz bu şəkildədir. İndi mən də B6 və B4-ün yerinə aparıb bu düsturu yazacağım. Yəni, B6-nı yazanda bu şəkildə yazırıq da. B1 vurulsun Q üstü 5. B4-də belə yazıram. B1 vurulsun Q üstü 3. Bərabər 6. Daha sonra buradan ortaq vuruq kimi B1 Q üstü 3-ü çıxartsam, onda olacaq Q kvadratı minus 1 bərabər 6. Daha sonra bu ikinci, yəni B9 minus B7 bərabər 48. Buradan yenə n-ci hədd düsturuna görə B1 vurulsun Q üstü 8 minus B1 vurulsun Q üstü 6 bərabər 48. Buradan da yenə hər tərəfdən B1 Q üstü 6-nı çıxaranda qalacaq nə? Q-nun kvadratı çıx 1 bərabər 48. Uşaqlar, biz əsas bu altından xətt çəkilib 2 dənə ifadəyə baxırsınız. Burada da hər tərəfi bölürəm. Bir-birlərini böləcəm yəni. Və çalışıram ki, aşağını yuxarıya bölüm. Çünki 48-i 6-ya böləndə daha rahat cavab alardı. Nəinki 6-nı 48-ə bölüm. İndi yuxarını aşağıya böləndə, yəni B1 Q6-nı B1 Q3-ə böləndə eləyir Q üstü 2, düzdürmü? Daha doğrusu Q üstü 3, üzr sayın. Q üstü 3 bərabərdir. İndi bunlar da gedir. Q kvadrat minus 1, Q kvadrat minus 1 böləndə gedir onlar ixtisar gedir. 48-i 6-ya böləndə 8 düşür. Belə başa düşürəm ki, Q üstü 8-dirsə, onda Q-ün özü 2-dir. Yəni, silsilə vuruğu 2-dir. İndi B1-i tapmaq istəyirəm. B1-i tapmaq üçün ürəyiniz harada istəyir yerinə qoya bilərsiniz. Baxın, məsələn, burada. Birincidə, bu altından xətt çəkdiyimi birincisi. Baxıram ki, 2-nin kvadratı 4-dür. 4-dən 1 çıxanda 3 qalır, düzdürmü? 6-nı 3-ə böləndə 2 edir. Deməli, onda belə çıxır ki, B1 vur 8 bərabər 2, onda B1 4-də 1-dir. B1 bərabər 4-də 1. B1-də tapdım. Mənə indi istəyir ki, B7-ni necə yazaram? B7-ni bilirəm ki, B7 nəyə bərabərdir? B1 vurulsun Q üstü 6 ilə. Onda B1 4-də 1-dir. 2 üstü 6 da elə 2 üstü 6 kimi yazım. Ya nə bilim, istəyirsiniz 4-ü 2-nin kvadratı kimi yazım uşaqlar. Bunda 2 üstü 6 kimi yazım. Sonra böləndə bilirsiniz ki, üstlər nə olur? Çıxılır. 2 üstü 4 qalır. 2 üstü 4 də bizə verəcək 16. Aydın oldu? Yəni, bunu siz elə 4-də 1 vurulsun 64 kimi yazıb ixtisar da edə bilərdiniz. Ürəyiniz necə istəyir. Yaxşı, bunun cavabı oldu 16. Digər bir sualımız maraqlı sualdır. 7-ci sual, üçbucaqla bağlı bir məsələdir. Mən artıq bunu siləcəm icazənizlə. Çünki burada artıq yerim qalmır. Deməli, bizə belə bir üçbucaq verilib və deyir ki, BD 6-dır. Bura 6-dır. AD 12-dir. Bu hissə 12-dir. BC 13'tü. BC bura 13'tü. AC CD'ye bərabərdir. SBC'nin də. Uşaqlar, ümumiyyətlə siz bilirsiniz ki, üçbucağın sahəsini biz müxtəlif düsturlarla hesablaya bilərik. O düsturların da bir neçəsini biz əslində tanıyırıq. Heron düsturu, düzdürmü? Heron düsturu var, sonra deməli, mən digər proqram açacağım ona görə. 2-də 1 AH var. Biz burada 2-də 1 AH düsturundan istifadə edəcəyik sizlərlə birlikdə. Deməli, nədir burada məsələ? İndi mən burada 2-də 1 AH düsturundan istifadə etmək üçün gərək hündürlüyü bilim. Və siz çaşmayın, bu hündürlük deyil, uşaqlar. Sadəcə bir parçadır. Hündürlüyü bilirsiniz ki, təpə nöqtəsindən oturacağa indirilmiş perpendikulyardır. Yəni, bura bir H yazsam. İndi fikirləşirəm ki, bura ümumi 12-dir də, düzdürmü? Deməli, hündürlük bunu 6-6 böləcək. Niyə? Çünki bu bərabər yanlı üçbucaqdır. Şərtdə verir. Bərabər yanlı üçbucağa çəkilmiş hündürlük həm median, həm tən böləndir. Mən də median xassəsini istifadə edirəm, 6-6 bölürəm. Daha sonra görürəm ki, burada bir yazaq məsələn K. BK 12-dir.
BC 13'dür. Onda bu üçbucağa Pifaqor teoremini tətbiq etsəm, olacaq 13-ün kvadratı çıxılsın 12-nin kvadratı. 13-ün kvadratı 169, 12-nin kvadratı 144. Buradan da çıxır 25. 25 nəyin kvadratdır? 5. Deməli, hündürlük 5-dir. Daha sonra mən üçbucağın sahəsini tapmaq üçün söhbət gedir BCD üçbucağından və nəzərə alın ki, BCD üçbucağı körbucaqdır. Körbucaq olduğu üçün onun hündürlüyü çöldən çəkilir. Yəni mən çəkdiyim kimi H. Burada əsas nüans buydu. Yəni maraqlı hissəsi buydu. Deməli, onda belə çıxır SBCD bərabərdir 2-də 1 AH. 2-də 1 vurulsun. Hündürlüyüm 5-dir. Tərəfim də aydın məsələdə 12-dir. 2-də 1 vur 12 vurulsun 5. 12 ilə 2 ixtisar gedir, qalır 6. 6-nı 5-ə vururuq, cavab eləyir 30. 7-ci sualın cavabı olacaq 30. Sonra 8-ci sual fəhlə məsələsidir. Siz bilirsiniz ki, fəhlə məsələlərində saat soruşursa, onu tərsinə çevirirsiniz. Yəni, 2 fəhlə birlikdə işi 6 saata görürsə, onda işin 6-da 1 hissəsini görür. Və birinci fəhlə ikinci fəhlədən ləng iş görürsə, əgər birinci fəhləyə x desəm, ikinci fəhlə x minus 9 olar. Niyə? Ləng iş görmək nə deməkdir? Yəni, siz bura x plus 9 yaza bilərsiniz. Mən sadəcə belə yazmaq istədim. İndi burada da aydın məsələdir ki, bunları toplayıram və 6-da 1-ə bərabər edirəm. Amma necə toplayıram? Tərsinə çevirib toplayıram. Çünki saatdır ona görə. Saatdır deyə tərsini çevirirəm. 1 bölü x üstə gəl 1 bölü x minus 9 bərabərdir 6-ya. 6-da 1-ə daha doğrusu. Daha sonra burada ortaq məxrəc edirsiniz. Buradan yazacağım mən artıq davamını. Çünki orada mənə verilən yer qısadır. Deməli, 1 bölünsün, x vurulsun, x minus 9. İndi çarpaz vuranda x minus 9 olur, düzdürmü? Üstə gəlinsin x bərabərdir 6-da 1-ə. 2x minus 9 vururam, çarpaz vuracam, 6-ya vururam, bərabərdir. Bunu da vurub açanda x kvadrat minus 9x edəcək. Təzədən bunu açıram. 2-ni 6-ya vururam, 12x. 9-u 6-ya vururam, 54. Sonra bunların hamısını keçirirəm bu tərəfə. Kvadrat tərini yetmək fikrim var. Çünki x kvadrat çıxılsın, deməli, 9-dan 12, 21x plus 54. İndi fikirləşirəm ki, uşaqlar, Viet teoreminə görə vuranda 54, toplayanda 21 hansı ədədlərdir? Onu fikirləşək. 18-dən 3-də, düzdürmü? Amma 3 olmaz. Çünki 3 olanda burada məxrəc, deməli, baxın, 18, 3. 18-dən 3 toplayanda edir 21, düzdürmü? İndi mən 3 götürsəm, burada uşaqlar x-i, onda ikinci fəhl olacaq -6. Mənfi olur da. Biz demişik, iş mənfi olmaz, saat mənfi olmaz. Ona görə də biz bu 3 kökü kənar kökdür. Cavab burada olacaq 18. 9-cu sual irrasional ədədlərlə bağlı bir sualdır. İndi baxıram ki, kök altı 24-ü mən necə yaza bilərəm? Kök altı 6, 2 kök altı 6 kimi yaza bilərəm, hə? Çünki kök altı 24, 4 vur 6-dır, 24 eləyir də. 4-dən də 2 çıxır, ona görə. Bunu da yazıram elə 2 kök altı 6, üstə gəlinsin. Kök altı 6 üstə gəl 2 kök altı 6 bölünsün kök altı 6. Kök altı 6-dan 2 kök altı 6 çıxanda qalır mənfi kök altı 6. Bərabərdir. Mənfi kök altı 6 bölü 2 kök altı 6 üstə gəlinsin. İndi kök altı 6-nın üstünə 2 kök altı 6 gəlində eləyir 3 kök altı 6 bölünsün kök altı 6. Kök altı 6-lar buradan ixtisar gedir. Həmçinin buradan da ixtisar gedir. Qalır mənfi 2-də 1 üstə gəl 3. Mənfi 2-də 1-in üstünə 3 gələndə 2,5 edir. 9-cu sualın cavabı 2,5. 10-cu sual, sinus x bərabər 1. Bilirsiniz ki, sinus x harada 1 alır? 90-da, yəni pi bölü 2-də. Amma mən bilirəm ki, kosinus 90-da 0 alır axı uşaqlar. 0-a gedir. Yəni, kosinus artıq 90 dərəcədə 0 olacaq. Kotanges də yenə 90-da
0 olacaq. 0-ın üstünə 0 gəldi, dəyər 0. 11-ci sual. Funksiyanın qiymətlər çoxluğu. Ümumiyyətlə, mən öz uşaqlarıma da bunu deyirəm ki, kvadrat funksiyanın, yəni kvadrat bir ifadənin qiymətlər çoxluğu təyin oblasti ilə bağlı mən çox gözəl qaydalar izah etmişəm və bu qaydalar içərisində və demək olar ki, hər il bunlar qəbula düşür. Funksiyanın qiymətlər çoxluğunu tapın, təyin oblastını tapın. Biz bilirdik ki, kvadrat ifadə üçün, yəni ax kvadrat plus bx plus c üçün a müsbət olanda diskriminantına baxıram. Diskriminantı bunun mənfidir deyəsən. Aha, 16-dan 25 çıxanda mənfidir. Diskriminant mənfi olanda onun qiymətlər çoxluğu kök altı n-dən müsbət sonsuzluğa götürülür. Orada müxtəlif hallar var. Amma mənə əsas olan hal budur. Çünki mənim misalıma uyğun hal budur. İndi mən də fikirləşirəm ki, bunun n-i necə tapım? N-in də düsturu var idi da, yadınıza düşürsə. N bərabərdir mənfi diskriminant bölünsün 4a. İndi diskriminant məndə nədir burada? Baxaq görək. Deməli, b-nin kvadratı yazın bu qəsəm üçün. B kvadrat çıxılsın 4ac. İndi b kvadratsa 16 çıxılsın 4-ü 5-ə vururam 20. Bu da elədi mənfi 4. Mənfi 4 qabanında yenə bir mənfi var. Oldu müsbət 4. 4 bölü 4. Deməli bunun n-i nədir? Elə 1-dir də. Onda belə çıxır ki, mənim cavabım nə olacaq? Kök altda 1, üstə kök altda 1-dən elə 1 çıxdığına görə olacaq 1-dən müsbət sonsuzluğa. Yəni 11-ci sualın cavabı 1-dən müsbət sonsuzluğadır. 12-ci sual. 6 dosent və 5 professor arasında təsadüf seçilmiş 3 nəfər ehtimalı haqqında bir məsələdir. Biz bilirik ki, P nəyə bərabərdir uşaqlar? Deməli, əlverişli hallar bölünsün mümkün hallar. Düzdürmü? İndi burada fikirləşirəm ki, 6 dosent və 5 professordasa ümumi ehtimal yazıram. Yəni, görüm nə qədər mümkün hal var. Mümkün halım 11 dənə insan var, düzdürmü burada? Yəni, 11, 11-dən 2. 11-dən deməli 3 seçməliyəm. Və digər tərəfdən mən fikirləşirəm ki, 3 nəfərdən ikisi dosent, biri professor olsun. Dosent olması üçün mən onun dosentlərin arasında seçə bilərəm də və burada kombinzondan istifadə edirəm, seçim var. Yəni, burada olacaq belə, kombinzon 11-dən deməli 3. Yuxarıda da olacaq, dosentlərin içindən seçirəm 2 nəfəri və biri də professorların içindən seçirəm. Bunu da hesablamaq lazımdır. 6 faktorial bölünsün 4 faktorial vur 2 faktorial vurulsun 5 faktorial bölünsün 4 faktorial vurulsun 1 faktorial 11 faktorial bölünsün 8 faktorial vurulsun 3 faktorial. Bunu da hesablayanda bizə verəcək, deməli, bərabərdir 11-də 5. 12-ci sualın cavabı 11-də 5. Qaydaları təkrarla soruşur. Tənliyi həll edin. Deməli, burada loqaritmik bir tənlik verilib bizə. Loqaritmin xassələrini istifadə etmək lazımdır burada. İlk öncə gəlin, bu biri necə yazaq? Fikirləşirəm ki, biri loqaritm 3-dən 3 kimi yaza bilərik. Loqaritm 3-dən 3. Çünki loqaritm A əsasına bizə 1 verirdi. Üstə gəlinsin, loqaritm 3, 4x plus 1 bərabərdir. Loqaritm 3, x kvadrat plus 23. Daha sonra loqaritmin xassəsinə görə toplama açsa mən onları vura bilərəm. Yəni, bir əsasdan yazanda loqaritm 3, 3-ü 4x-ə vuranda eləyir 12x, 3-ü 1-ə vuranda 3 bərabərdir. Loqaritm 3 əsasdan x kvadrat plus 23. Əsaslar yenisi üstlər də bərabərdir. Yəni, 12x plus 3 bərabərdir. X kvadrat plus 23. Onda belə çıxır ki, x kvadrat minus 12x plus 20 bərabərdir 0. Tənliyin də kökləri 10-dan 2-dir V-yə görə. Deməli, bizim 13-cü sualın cavabı olacaq 10 və 2. Paralel köçürmədə 2,7 nöqtəsi 10 mənfi 3 nöqtəsinə keçir. Bu paralel köçürmədə orta nöqtə hansı nöqtəyə keçər? Yaxşı. Paralel köçürmə zamanı biz dedik ki, deməli, 2,7 nöqtəsi 13-ə keçirsə əgər. Baxaq görək, 2,7 keçir 13-ə mənfi 3. Deməli, 2-dən ona gəlmək üçün nə qədər məsafə qət edib? 8 santimetr məsələ. 7-dən mənfi 3-ə keçmək üçün mənfi 10.
İndi mənə yazıb ki, parçanın orta nöqtəsi. Parçanın orta nöqtəsinin koordinatlarını mən bilirəm ki, toplayıb yarıya bölməliyəm. Yəni AB nöqtəsi üçün 2 ilə 10 toplayıram. AB bölü 2 yazım. Eləyir nə? 12. 7 ilə -3 toplayıram, eləyir 4. 12 ilə 4. İndi mənə deyir ki, deməli 7, 3, 4, deməli, 12'nin daha doğrusu yarısı 6, 4'ün de yarısı 2. Orta nöqtə deyirəm. İndi mən başlayıram neyləməyə? Bunun arasındakı nöqtəni seçməyə. 8-dən 6-ya nə qədər məsafə qət edib? 14. Yəni 8-in 6-nı toplayıram. Mənfi onun üstünə 2 gəlirəm, eləyir -8. Deməli, paralel köçürmə zamanı AB-nin orta nöqtəsi keçib 14 -8 nöqtəsini. Sonra düzbucaqlı paralelipedin bilirsiniz ki, V bərabərdir ABC-dir. Həcm üstürün. Həcmi 125 dəfə azaltmaq üçün gərək siz hər birini 5 dəfə azaldasınız. Bunun cavabı 5 dəfədir. 15-də. 16-cı sual kompleks ədəd modulu ilə bağlı bir sualdır. Kompleks ədəd modulunu biz taparkən necə tapırıq? Yəni modulda Z bərabərdir. Z1 bölünsün Z2'dir. Mən bunu ümumi bir modulunda yaza bilərəm. Düzdürmü? Və indi bunu hesablayanda bir dəfə sürət hesablayacağım, bir dəfə məxrəc. Bilirəm ki, ədədin modulunun düsturu A kvadrat plus B kvadratdır. İndi məndə A-nın yerinə kök altda 7 durub. B-nin də yerinə -3 durub. -3-ün deməli kvadratdır. Mənfi kök altda 7'nin kvadratı 7'dir. 3'ün kvadratı 9'dur. -3'ün kvadratı. Bu elədi 16. 16'dan çıxıb 4. İkinci də deməli kök 3 plus idi. Bunun da deməli üstürü yenə kök 3'ün kvadratı üstə gəl 1'in kvadratı. Kök 3'ün kvadratı 3'dür. 3'ün üstünə 1 gəndə 4, ondan çıxıb 2. Deməli mənim yekun cavabım nə olacaq? 4 bölünsün 2. O da edir 2. 175% olur kəsrli ifadə edin. Siz burada hər tərəfi bölməlisiniz güzel. Yəni o da eləcək 1,75. Biz belə bir bərabərsizlik. İndi onu bir dəfə 2-də 1-ə vurursunuz, eləyir 5. 16'ını da 2-də 1-ə vuranda eləyir 8. 5 ilə 8 arasındadır. Siz bilirsiniz ki, loqaritm A əsasdan 3, loqaritm A əsasdan 5. Bu nə deməkdir? Bu deməkdir ki, əgər 3 5-dən böyüksə, təbii ki 3 5-dən böyük deyil də, amma biz bilirdik ki, bunu siləyim bir dəqiqə. Loqaritm A əsasdan B, əgər böyüksə, loqaritm A əsasdan C-də və bizə şərt verir ki, əvvəlcə B C-dən böyükdür. Onda A 1-dən böyük olur. Əgər yox, B C-dən kiçik olub, bu şərt ödənsə, yuxarıdakı şərt, onda A 1-dən 0-dan 1 arasında olmalıdır. Burada da elə 0-dan 1 arasındadır. Yəni bu bərabərsizlikləri 0-dan 1-ə. Çünki 3 5-dən böyük deyil, deməli 1-dən 0-dan 1 arasında olmalı. Bilirsiniz ki, loqaritmin üçün mənfi olmaz. İndi 20-ci sual fikirləşdirəm ki, bunlar tərəf-tərəfə toplasam olur x kubu plus 3xy kvadrat 3yx kvadrat plus y kubu bərabərdir 125'ə. Bu da mənə kublar düsturu verir də. Yəni x plus y-in mötərizə kubu düsturu. Əgər bu 125-dirsə, nəyin kubu 125-dir? Təbii ki də 5-in. Onda belə çıxır ki, x plus y 5-dir. Toplayanda 5 eləsin, vuranda da 6 eləyər də. 2 ilə 3'ü qoyanda yerinə ödəyir. Düzbucaqlı üçbucağın iki bucaqlarından biri o birindən 4 dəfə kiçikdir. Bir dənə düzbucaqlı üçbucaq çəkək. İki bucaqlarından biri x-dirsə, o birisi 4x olsun. Bunları toplayanda nə etməlidir? 90. 5x 90'dırsa, x-də olacaq 18. Bizə böyük bucaq istəyir. 18 ilə 4'ə vuranda eləyəcək 72. 21-ci sualın cavabı 72. 22-ci sual müstəvi üzərində bir. Tutaq ki, bu bizim müstəvidir uşaqlar. Uzunluğu 17 olan parçadır. Bir AB parça çəkək. İndi ümumi uzunluq burada 17'dir.
Parçanın ucularına müstəviyə qədər olan məsafə 7'dir. Baxın, buradan bura qədər məsafə 7'dir. Buradan bura qədər məsafə 8'dir. Aydın məsələdir ki, mən bu B parçasını aşağı doğru uzatsam nə olar? Paralel köçürməyə görə burada 7 var. 7 ilə 8'i toplayanda eləyir 15. Pifagor teoremi. Burada deməli, Pifagor teoreminə görə katetlərin kvadrat cəmi hipotenuzun kvadratına bərabər. Burada bir x deyəcəm. 15'in kvadratı plus x kvadrat bərabər 17'nin kvadratı. 15'in kvadratı 225, 17'nin kvadratı 289. Onda belə çıxır x kvadrat 64'dür, x də 8. Deməli, parçanın müstəvi üzərində proyeksiyası 8'ə bərabər. 23-cü sualda sinifdə 26 şagird var. Tədbirdə iştirak etmək üçün onların ikisini neçə üsulla seçmək olar? Uşaqlar, burada kombinezondan istifadə etmək lazımdır. Kombinezon 26-dan 2. Görüm nə qədər şagird seçə bilərəm. Fikirləşirəm ki, burada kombinezon düsturu belə idi də. Kombinezon n-dən k bərabərdir. N faktorial bölü n minus k faktorial vurulsun k faktorial. İndi 26 faktorial bölünsün 24 faktorial vurulsun 2 faktorial. İndi 26'nı mən belə yaza bilərəm də. 24 faktorial vur 25 vur 26 kimi. 2 faktorialda 1 vur 2 kimi yazıram. 24 faktorial gedir. 2'nin 26 gedir. Qalır 13. 13'ü 25'e vuranda deməli 325 etməlidir. 325. Deməli, 23-cü sualın cavabı oldu 325. 24'də baxaq. Uşaqlar, burada aparıb x-i ilə mənfi 1 qoyasınız. 3'ü bilirsiniz ki, mənfi 1-dirsə cüt dərəcədə nə olur? Müsbət. Yəni 3'ü vurursunuz 1'ə. Əgər tək dərəcədənsə mənfi olaraq qalır. Mənfi 11. Üstə gəlinsin. Yenə mənfi 1 tək dərəcədə 7. Mənfi 1'dir. 9-a mənfi 1'ə vuranda mənfi 9. 3 üstə gəl 11 çıx 9. O da eləyəcək 5. 25-ci sualda əbab əşrafla bağlıdır. Deməli, əbab AB 441-dirsə K-nı tapın. İndi bizə verib ki, A budur. Yəni, A bərabərdir. Xət olan. Xətlər hansıdır? 3-ün 6, yəni 3 üstü 6 və K üstü 2. B də 3 üstü deməli 3 üstü 2 K üstü 7. İndi əbab əgər 441-dirsə, mən əbabı necə tapırdım? Ən kiçik olan, yəni dərəcəsi ən kiçik olan mənim üçün əbab sayılır da. 3 üstü 6 yoxsa 3 üstü 2, təbii ki 3 üstü 2 ən kiçikdir. K üstü 7, K üstü 2, ən kiçiyi K üstü 2-dir. Bu da bərabərdir 441-ə. 3 üstü 2 bizə 9 verir. 9K kvadrat 441-dir, sonunda K kvadrat 49-dur. Ona K'nın da özü 7'dir. Yəni 25-ci sualın cavabı olacaq 7.